siyosiy vaziyatlar, dunyo iqtisodi, fan texnika, biz Sultan ekranida. Assalamu alaykum, hörmətli televizor kökçülər. Bugün diqqətinizə Cəllad Wang Jun haqqında tarixdəki məzmunlardan azraq ortaqlaşımız qərindaşlarım. Xitay təcavüzçüləri Şərq Türkistan təcavüz qılıb kiriş üçün qanxor Mao'nun buyruğu bilan iki qolu Şərq Türkistan xalqının qəni bilan boyalğan Wang Jun'a buyruq çürüb 200 min Xitay əskeri bilan Şərq Türkistanı işğal qilishga va'dadi. Wang Jun'ның Şərq Türkistan'a kirgəndən keyinki cəlladlıq qılmışları bolsa, Şərq Türkistan xalqını bastırış üçün qarşı çıxan Şərq Türkistan xalqiga qolida tömürnün sonuq olmasımı oq çıxırışqa əsgərlərə buyruq verdi. Buyruqni qəbul qılmagan əsgərlərinin aldınqı səpdiki əsgərlərinin həmmini etib öldürdü. Və bununla bilan ikinci səpdiki əsgərləri Şərq Türkistan xalqiga cəsarətli oq çıxırışqa başlaydı. Bu birinci qılmışı. İkinci qılmışı olsa Şərq Türkistan'da Xitay əskerlerden bir Xitay əskeri Şərq Türkistan xalqı tərəfindən öldürülgən bolsa, 11 Şərq Türkistan xalqını etib öldürüşünü buyuruydu. Yəni birgə 11 adamını caniga zaman buludu. Şərq Türkistan'da Xitay təcavüzlərə qarşı turuyotgan mücahidlərimiz əgər bir yezdə yuşurunup qalğan bolsa, şu yezdə bayqalıb qalğandan keyin şu yezdəki bütün xalqını birlikdə qırğın qılıb taşlaydı. Eğer Şərq Türkistan xalqının 3 kişi bir yolda menib qalğan bolsa, üçlüsünü etib öldürüş buyruğunu verirdi. Demək, 3 kişi bolğan insanların bir yolda birlikdə menişmi bu Xitay təcavüz tərəfindən cinayət hesablanıb öldürüş buyruğu. Xitay təcavüzçüləri, yəni Şərq Türkistan'a 1949 yıl 9 ayının 11. gündən başlap əskər əvətişə başlagan. Əvvəl tez sürətdə Şərq Türkistan'ı işğal qilish üçün Sovet İttifaqıdan 45 tane yolcular aeroplanını icarəyə alğan. Bunun bilan birinci türkümdə 100 minə yaxın Xitay əskərini Şərq Türkistan'a 1950 yılın 5'lərəcə orlaşdırıb bolğan. Axırıqıca qalğan 100 min Xitayni əskərini Şərq Türkistan'a joylashtirgan. Bu Xitayның əskərləri Şərq Türkistanның hər qaysı şəhər yezlərə quruluşqan bo'lib, ular Şərq Türkistan'a məngü makallaşını buyruğunu tapşırıp alğandan keyin bu yerga yerleşiş üçün çoxum bularga bir ayal buluş kerak. Köpüyüş üçün, yerleşiş üçün. Şuna bilan buni hal qilish üçün Wang Jun Xunanlik o'g'achqa Xunandan 8500 askarni ayol askarlik qabul qilib Şərq Türkistan'a yo'lga kelgan. Birinchi turkumda 3500 ayolni yo'lgan bo'lsa, ikkinchi turkumda 5000 ayolni elib kelgan. Bu 8500 Xitay ayol 200 min askerga nisbatan nəhayət bir az san bo'lğançqa buni əvvəl öyləndirishdə mundaq şərtlərni qoygan. Yəni 285-ci polik deb bu ayol askerlərə nam bergan. Bu 285'deki 28 olsa 28 yaşdan yuqori bo'lgan 5 yillik 5 olsa 5 yillik partiya a'zosi bo'lgan bo'lishi, tarixi bo'lgan bo'lishi. Anandan keyin haqidagi polik bo'lsa polik dərəcədən, yoki polik dərəcəlik əməldarlarını başta o'ylashgan. Demak, bularni başta to'y qilishga ruxsat qilingan. Endi yana shuningdimi bu ayol askarlarning nimasini to'liqlash uchun, ya'ni ayollarni to'liqlash uchun Xitoy tajovuzchilarining ko'payishi uchun Sharq Turkistonda yana Xitoyning har qaysi joylarida poshxonalar ichilib poshxonalar yopilgandan keyin bu poshxonalardan qilingan tutqun bo'lgan ayollarni birinchi turkumda Şərq Türkistan'a yo'tkab, mushu Xitoy askarlariga xotinlik qilib bergan. Shuning bilan tarixda bular bu shaklda ko'payish orqali, ya'ni undan boshqa yana qanday shaklda o'zingizlarning aytganda u tarix texi aniq emas, qarindoshlar. Hamda mayadagi qisqa so'zlangan tarixga nisbatan biz buni tushuntirib o'tamiz. Andan keyin hamda bu shu vaqtda 200 min Xitoy ko'payib bu 70 yildan keyin qanchalik ko'paydi deganda təxminən statistikada 3 milyondan aşqanlığı sözlənməkdə. Hamda bularning o'rlashgan adirti, yəni hozirgi 38-ci polik deb nom berilgan
38 polik bo'lsa, hozirgi asosliq shu ishlab chiqarish qurilish buyumlarini asos qilgan shu buyumlarni ko'rsatadi. Hamda bularning buyumlarning bu ko'payish bilan qolmay Sharq Turkistonning asosliq boyliqlarini o'z changaliga ilib olgan. Bu hozir shu vaqtdagi 70 oldidagi Xitoyning askarlarining bolalari, avlodlari hozirgi shu ikki Tayvan cho'nliqdagi Sharq Turkistonning yer zaminlarini kontrol ostiga olish bilan birga butun boyliqlarni yer osti, yer usti, masalan oltin kon, neft, anandan keyin boshqa 120 necha xil metallar chiqadigan o'rinlar, anandan keyin bo'lsa bu paxta, anandan keyin pandur, qiyamni yetishtirish bazasi, andan keyin ochiq mush yetishtirish bazasi qatorliq bazalarni bularning kontrol ostida ilinganligi. Bularning yillik kirim manbasi 50 ming dollardan oshadiganligi o'ttirdi qarindoshlar. Demak, bularning yillik kirimi 50 ming dollardan oshayotganligi. Anandan keyin qolsa deganda hozirgi taxminan statistikada Xitoy tajovuzchilarining Sharq Turkiston nüfusi 20 million yashadi. 20 milliondan oshadi. Yaqinqi shu 3 yildan yo'g'i qilayotgan siyosati bo'lsa, ichkiridagi Xitoylarning Sharq Turkistonga texmi yerlashishi, texmi bularning sonining jiqishi ham Sharq Turkistonda turmalarda yo'qitilgan 3 milliondan 5 milliongacha bo'lgan bizning xalqlarimizning nüfus sonini o'rniga o'tkazish uchun bular jiddiy turda uy berish, pul berish, bekorlik yer berish, xizmat berish nomi ostida, hattoki xotin epilib berish nomi ostida Sharq Turkistonga ko'plagan maktab bitirgan yoki bo'lmasa ashada ishsiz qolgan Xitoylarni Sharq Turkistonga jalb qilyotidi. Jalb qilgan bo'lsa-mu, ammo bir turkum Xitoylar buningga ergashib kelib, nüfusga ega bo'lib, uningga pulga ega bo'lgan bo'lsa-mu, yaqin statistikada 41% Xitoy tajovuzchilarining bu yerdan yana Sharq Turkistondan ayrilayotganligi, pul molni iliblam o'zining yurtiga ketib qolganligi ma'lum. Yana bu chunki bu yerning besimilgan zamin ekanligini, bu zamin egalarining hamon bir kuni bu yer osti, yer usti va dafsan qilgan iffat nomusining uchun oldiganligini biladiganlar qechib ketib qolganligi ma'lum. Hurmatli qarindoshlar, bugungi programmamiz bu yerda oxirlashadi. Qarindoshlarimizning buni hambaklab qo'yishini, taqib qo'yishini, yangi kanalımizga a'zo bo'lishini umid qilamiz. Janob Alloh topshirib, assalomu alaykum va rahmatullohi va barakatuh.